Mən bu təşəbbüskarlara çox böyük hörmətlə yanaşıram, başda Elşad olmaqla. Allah onlara can sağlığı versin. O yüzürlər ki, başlayıblar bu işi, bu boyda işin dalınca düşüblər. Allah hamımıza uvan versin, onlara da can sağlığı versin. Amin. İnşallah. Allah Teala sahibkara can sağlığı versin. Çok sağ olsun. Allah Elşad qardaşımı saxlasın, bu təşəbbüsü irəli sürüb, nə qədər ona kömək edən, səsinə səs verən varsa, hamısına can sağlığı arzulayıram. Bu iş davamlı olsun. Bu iş bütün kəndlərimizdə əhatə eləsin, çatışmayan cəhətlərimizi həll eləyək növbəti vaxtlarda inşallah. Allah köməyi olsun, inşallah, sağ olsun. Zaman tarixən həmişə elin mərd oğulları qaldırıb, onlara kömək olur. Yenə də bax, zaman elə bir zamandır ki, bəs elimizin qeyrətli, vicdanlı, namuslu oğulları qol çırmayıb işə başlayırlar elimizin abadlaşmasında. Yəni, nisbətən baxılaraq biz könüldən iraq olmuşuq, amma indi biz elimiz abadlaşır. Ona görə başda Elşad qardaşım olmaq şərti ilə hamısı, yəni öndə gedən hamısına təşəkkür edirəm. Allah Teala bu oğullara, bu ümumiyyətlə təşəbbüs qrupuna kömək olsun. Allah Teala onların başını həmişə uca eləsin. Və elimiz də onların sayəsində ilahinin bilavasitə təqdiri ilə daha da inkişaf eləsin və güzaranımız da yaxşı olsun. Sağ olsunlar. Allah var eləsin. Allah hamıya avan versin, can sağlığı versin.